Məsələn, biri gəlir burada user profilindən söyüş yazır mənə. Sonra keçir öz profilindən mənə yazır ki, salam qardaş, qurban olum, ailəmdə uşaq pisdir, ölürəm, mənə kömək elə. İndi bəs mən hardan bilim ki, o qəhbənin balası user profili həmin o orijinal profildəki adam deyil? Hə? Ona görə Azərbaycana gələndə sikivi verirsən, deyirsən, get oyna oyanda. Çünki hər an o 100% o user profil həmin adam ola bilər. Və buna şahid olmuşam. Adam mənə videoların altının birində komentariya yazıb, söyüş yazıb. Girmişəm ki, ona yazım ki, mənə nömrəsini yazmayanın var yoxunuz kim? Görürəm ki, 6 ay əvvəl mənə yazıb ki, salam qardaş, necəsən, necə gəlim ora? Amma mənim kaydımı hansısa səhifə paylaşıb, həmin yerdə mən üçün söyüş yazmışdı. Və həmin qəhbə balalarının sayəsində bu günləri heç biriniz xilas ola bilməyəcəksiniz. Eşitmişsiniz dədələrdən belə bir misal. Qurdun badına yaş dayanır. Eyni misal, rovunu da 30 durublar. Okey mi? Onlar onsuz da xilas olmayacaqlarını bilirlər. Siz də birdən xilas ola bilərsiniz deyə bütün şansınızı alıblar əlindən. Sən burada mənlə bəlkə də həqiqətən də vəziyyətin pis olar, ölüm ayağında olarsan, həyatın burada dəyişməlisən. Yazarsan ki, necə gəlib, mən deyəcəm, daşşağıma ki, gəl. Sən niyə? Çünki userlər, görünməyən adamlar, vətən deyəndə, mən də bir kəlmə deyim, usturun yaşayın, vətənimizdə də dəfkimişsiniz, bizdən yaşayırsınız. Darıxmıram, bir qram darıxıramsa məndən cındır adam yoxdur. Nə darıxıram, nə yadıma. Allahınızı, dostlarımla görüntülü danışanda, qırağı göstərəndə ürəyim sıxılır, deyəm, bir Allahınıza da göstərəm, ürəyim sıxılır, nə göhtü günündə biddədir. Küçəniza da göstərmə. Deyəm, qapalı yerdə qal, maşın səsi, siqnal səsindən iyrənirəm. Çünki mən 4 ildir bu kimi şeylərdən uzaqım. Hər kəs sadə, evlər sadə, gözəl, insanlar səmimi. Biri yazır, krul yazıb, əxlaqsız. Mod ver burada, ehtiyac yoxdur, heç kəsə mod vermirəm. Öpürəm sizi. Gedim 5 saat yatım, səhər 510 manat işləyim uşaqlar. Bay bay. Ali altdan xat alfa 313 Instagramda videolarımı izləyə bilərsiniz. Burada da var, qəşəng videolar paylaşmışam. Instagramda videolarımı izləyə bilərsiniz, baxın. Qarabağda döyüşmüşəm. Dedi mənim daşşağıma can döyüşmüşəm. Bu veteran nömrəsidir. Bunun kimi bir iki dənə də maşın paylaşmışam. Onlarda baxarsınız, görərsiniz. Belə. Sadəcə siz üçün bir dənə maşın çəkmək istədim. Əlinizlə görə bilərsiniz. Bunu da görə bilərsiniz. Bunu da görə bilərsiniz. Veteran, görürsən. Cənab başçı, Qarabağda döyüşmüşəm. Dedi mənim daşşağıma can döyüşmüşəm. Görürsən mi? Qurban vətənə, yaşayırsınız orada da. Azərbaycanda nə gözəl veteran maşınlar var. 011 var, gedi, arxa buferin arxasına nakleyka ilə yapışdırır. Veteran. Hət əpişmişsiniz qurban. Allah cənab prezidentimizi qorusun. Allah onu sizin başınızdan heç bir zaman əski eləməsin. Amin. Bu cümə günü istəyirəm. Amin. Bunların nəvələri də görsün. İnşallah. İlahi. Amin. Biçipsən cədir. Elə qarqış eləmə. Məsələn, millətin yarısı onu istəyir, sevir, dua edir. Məsələn, bu qarqış deyil, bu dua idi. Birbaşa. Bəs sən dinə inanmırdın. Uşaqlar, deməli burada mən hal-hazırda dedim ilahi. Bunları, nə bilim, 20 il belə elə filan basmışam. İlahi, amin. Başqa heç bir söz demədim. Bax. Heç bir söz demədim. Ey, nə bilim, müsəlmanların şeyi, ay xristiyanların nə bilim nə. Bax, burada yalnız Tanrıya müraciət elədim. Mənim daşşağımdan hörmətsiz olan insan. Tanrı din deyil, yaradıcıdır. Uy, belə. Amerikada oturmuşam, gör kimləri nə izah edilən bilət. Ay, belə. What the fuck? Şöyle Instagram hesabıma takip atın.
belə götlərdən uzaq durub videolarda yüzü gülməyini istəyirsə, Instagram hesabına baxın, maraqlı videolar var orada. Ürəyim saldı. Telefonunda var yox. Trollarında var yox.